Zəhərlənən şəxslərin səhhəti ilə bağlı son informasiyaları səndən eşidək. Salam Çinarə. Bəli, biz az əvvəl bağlantımızda da vurğuladıq ki, Yasamal rayonu Mirəli Seyidov 19A ünvanında yanğın baş verib və 3 nəfər həyatını itirib. 20-dən çox şəxs isə dedik ki, tüstüdən zəhərlənib. Bəli, biz hazırda olduğumuz kliniki tibbi mərkəzin toksikologiya şöbəsində onların müalicəsi davam etdirilir. Yəni həyatda qalanların bəziləri evə buraxılıb. Daha dəqiq rəqəmləri və hazırda həmin şəxslərin səhhəti ilə bağlı informasiyaları almaq üçün elə kliniki tibbi mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmmədə yaxınlaşacaq. Xoş gördük Ruzbeh bəy. Buyurun, sizdən eşidək xəbərləri. Yasamal rayonu ərazisində yaşayış binasında baş vermiş yanğın hadisəsi səbəbilə tüstüdən zəhərlənmə diaqnozu ilə 27 nəfər klinik tibbi mərkəzinin təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Onlardan 20-sinin vəziyyəti qənaət bəxş hesab edildiyi üçün evə buraxılıb, müalicələri ambulator davam edəcək. Digər 7 nəfərdən 6 nəfərin vəziyyəti orta ağır, bir nəfərin isə vəziyyəti ağır qiymətləndirilir. Bunların müalicəsi toksikologiya şöbəsində davam etdirilir. Təşəkkür edirəm. Əlavə hansısa məlumat varmı? Yəni ağırlaşmalar və yaxud da digər istiqamətdə nələrsə müşahidə edilirmi? Hələ ki, həkimlər zəruri tibbi xidmətləri göstərirlər. Ümid edirik ki, müalicə alan toksikologiya şöbəsində müalicəsi davam etdirilən 7 nəfərin də vəziyyəti stabilləşəcək. Təşəkkür edirəm. Çox sağ olun informasiyalara paylaşdığınız üçün. Təbii ki, ağır bir mənzərədir, ağır bir faciədir baş verən. 3 nəfər həyatını itirdi bu yanğın hadisəsi nəticəsində. Təbii ki, elə üzülərək ilk saatlardan etibarən bununla bağlı informasiyalara təqdim edirik. Biz hadisə yerindən də görüntüləri sizin diqqətinizə çatdırdıq. Orada da insanlar evlərinə yaxınlaşmağa çalışırlar və elə hazırda da 3 nəfərin həyatını itirdiyi bu yanğın hadisəsindən geriyə qalan insanlar, həyatda yəni qalan insanların müalicəsi məhz burada toksikologiya şöbəsində davam etdirilir. Həmin şəxslərə də tez bir zamanda Allahdan şəfa diliyirik. İnşallah ki, tezliklə səhhətlərinə qovuşa bilərlər. Ölənlərə də Allahdan rəhmət diliyirik. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenə də sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatı bizə ötürdüyünə görə.